Şagirdlər, indi isə sizə güvən sınağı 9-un izahını verirəm. Keçək suallara. Uzunluğu 50 sm olan parça 5 bərabər hissəyə bölünmüşdür. İkinci və 5-ci hissələrin ortaları arasındakı məsafəni tapın. Gəlin belə edək. Yəni, uzunluğu 50 sm olan parça 5 dənə bərabər hissəyə bölünür. Baxın, 5 bərabər hissəyə bölünür. Yəni, bu 4 dəfə 5 bərabər hissəyə bölünür. Hissələr olduğu üçün 1, 2, 3, 4 və 5 dənə bərabər hissə. Hər biri 10 sm. Yəni, hər biri 10 sm. 10, 10, 10, 10 və 10. Bizə deyir ki, ikinci və 5-ci hissələrin ortaları arasındakı. İkincinin ortası ilə 5-cinin ortası. Bu məsafə nə qədərdir? Baxın, bir 10, 10, 20 var. Digəri yarı-yarı götürdüyümüz zaman isə, düzəldim bunu. Yarı-yarı götürən zaman, bax, bu hissədə 5-dir, bu hissədə 5-dir. Yəni 10, 10, digərləri 5, 5, 10. Yəni 3 dənə hissə ayrılır. O zaman 3 dənə hissə 10, 10, o da 10. Elədi 30 sm. B variantı doğru cavabdır. Sonra ikinci. Ədədin kəsr hissəsini tapırım. Bunun kəsr hissəsini tapmamışdan əvvəl biz bunun məxrəcini rasionalını azad etməliyik. Yəni, sürət məxrəci kök altda 2 minus 1-ə vurmalıyam. Kök altda 3 minus 1-ə, kök altda 2 minus 1-ə həm məxrəci vururam, həm də surəti vururam. Kök altda 2 minus 1. Baxın, surətdə alınan ifadəmiz ki var. Kök altda 2 minus 1-in kvadratı olur. Məxrəcdə isə a kvadrat minus b kvadratını istifadə edərək kök altda 2-nin kvadratı 2 eləyər, 1-in kvadratı 1 eləyər. Məxrəcimiz onsa 1-dir. Və ifadəmiz kök altda 2 minus 1-in kvadratı alınır. O zaman kök altda 2 minus 1-in kvadratını açsam, birincinin kvadratı 2 minus 2 kök altında 2 plus 1. Bu olacaq 3 çıxılsın 2 kök altında 2. İndi bu 3 minus 2 kök altında 2-nin biz kəsr hissəsini tapacağıq. Kəsr hissəsi tapmaq üçün ifadənin tamını çıxmaq lazımdır. O zaman nə iş görəcəyim? Baxın. Əlavə ekran təyin edeyim. Gəlin baxaq həminki suala. İfadəmizi aldıq ki, düzəldim bunu. 3 minus 2 kök altda 2. İndi bunun kəsr hissəsi lazımdır bizə. Kəsr hissəsi lazımdır bizə. İndi. Yəni, yazacaq bunu 3 çıxılsın. 2-ni kökün altına salsaq 4 olaraq. 2-yə vursaq olacaq 8. İndi burada kök altda 8, 2 və 3-ün arasında yerləşdiyinə görə kök altda 8-in tamı 2-dir. Üstəndə 2-ni çıxanda olacaq bu ifadənin tamı olacaq 1. İfadəmizdən tamını çıxsaq, 3-dən 1 çıxanda 2, 3-dən çıxanda, bəli, uşaqlar, deməli, bu ifadə 3-dən 2-ni çıxanda, bu tamdır da, 2-nin 3-ün arasında yerləşən bir ədəddir. Bunun kəsr hissəsi, bunun tamı 0-dır artıq. Tamı olacaq 0. Elə bu ifadə özü elə kəsr hissədən ibarətdir. Kəsr hissədən ibarətdir. Yəni 3 kök altda 8 elə mən 3 çıxılsın 2 kök altda 2 yazaram və salam, doğru cavab B variantımız olar. Növbəti keçək 3-cü suala. Tərəflərin nisbəti 2-4 olan üçbucağın perimetri 63 cm olarsa, ən kiçik tərəfini tapın. Yəni 63-ü bölərik 2, 3 və 4-ün cəminə. 63-ü bölərik 2, 3, 5, o da 4, 9-a, bu da 7 alınır. 2-ni də 7-yə vurarıq, 3-ü də 7-yə vurarıq, 4-ü də 7-yə vurub bütün tərəflərini hər birini taparıq. 14, 21 və 28. Ən kiçik tərəf soruşur, ən kiçik tərəf isə 14-dür və B variantı doğru cavabdır. Növbəti 4-cü suala keçid edək. A ilə B-nin cəmi 6, AB isə 6-dır. Bizdən soruşulan ifadə A kubu plus B kubu
A minus B'nin kvadratı plus 4AB. Müxtəsər vurma üsulunun köməkçisi üsuldan istifadə etsək, biz surəti yaza bilərik ki, A plus B-nin kubu çıxılsın 3AB, A plus B kimi. Məxrəcdəki olan ifadəni isə A plus B-nin kvadratı kimi göstərə bilərik. İndi bütün qiymətləri yerinə qoyaq. A plus B 6'dır. 6'nın kubu çıxılsın. 3 vurulsun. AB'miz 6'dır. A plus B'miz də 6'dır. A plus B'miz 6'dır. 6'nın kvadratı. Hesablamamızı eləsək. 6'nın kubu 36. 36'nın 6'ya 216 çıxılsın. 36'nın 3'ə vuranda 108. Məxrəcdə 6'nın kvadratı 36 bərabərdir. 216'dan 108 çıxsaq elə 108 eləyər. 36'ya bölsək 3 cavabını tapmış olarıq və doğru cavab artıq C variantından bərabərdir. Növbəti 5-ci suala baxaq uşaqlar. 5-ci suala. Radiusu 3 kök altda 5-in 10 mərkəzi çevrə. Bu bizim çevrəmiz. Radiusu 3 kök altda 5. Çevrən AB vətəri C nöqtəsi, AB vətərini C nöqtəsi, AB vətəri, bir dənə AB vətəri çəkək, bax belə. Bu A, B vətəri olsun. C nöqtəsi 1 və 9 santimetrlik hissələrə bölür. Buradan götürək bir dənə C nöqtəsi. Bura 1 yazaq, burada 9 yazaq. 1 və 9. OC parçasının uzunluğunu tapın. OC parçasının uzunluğu. Deməli, biz bunu mərkəzdən AB-yə qədər məsafə təyin eləsək, artıq bu 10 santimetrlik AB vətəri, AB parçası 5-5 olaraq hissələrə ayrılacaq. Deməli, bizim bu hissəmizdə 5 olacaq, digər hissəmizdə 5 olacaq. 1 burada qalıbsa, deməli 4 də burada qalacaq. Deməli, bizim radiusumuzda, bax, radiusumuzu verib, 3 kök altda 5, 3 kök altda 5. Burada olsun bir x. Deməli, Pifagor teoremindən məsafəti perpendikulyardır. X-in kvadratı plus 5'in kvadratı bərabərdir 3 kök altda 5'in mötərizə kvadratı. X kvadratı plus 25 bərabərdir 9 5'in elədi 45. X kvadratı 45'dən 25 çıxanda qaldı 20. Digər tərəfdən bura bir dənə K nöqtəsi qoyaq. Bizdən soruş OC məsafəsini yenə də Pifagor teoremini istifadə edərək artıq tapdıq. X kvadratı plus 4'ün kvadratı bərabərdir OC-nin kvadratına. Buradan baxsaq ki, OC-nin kvadratı x kvadratını 20 olaraq tapmışıq, gətirib qoyacaq yerinə. 20 plus 16, bu da elədi 36. OC də bərabərdir. Kök altda 36'ya, 36'dan çıxan kök isə 6'dır. Və bizim doğru cavabımız D variantı olacaq. Növbəti 7-ci suala baxırıq. 7-ci sual, 6-cı suala baxırıq. Paralelogramımızı təyin eləyək. Paralelogramımızı çəkək səliqəli formada. Diaqonalı onun tərəfləri ilə 25 və 15 dərəcə bucaq əmələ gətirir. Diaqonalını çəkək bax bu formada. Birinə yazaq 15 dərəcə, birinə yazaq 25 dərəcə. Paralelogramın kör bucağını tapın. Paralelogramın bir tərəfə bitişik bucağı, burada olsun bir dənə alfa bucağı. Paralelogramın bir tərəfə bitişik bucaqlarının cəmi 180 dərəcə olduğundan, yəni alfa plus iti bucaqda 25-in 15-in cəmi elədi 40. Bunların cəmi 180 dərəcə bərabər olmalıdır. Alfa bərabərdir 180 dərəcə çıxılsın 40 dərəcə. Bu da elədi 140 dərəcə. Məsələ kör bucağı 140 dərəcədir. Doğru cavab Y variantı olacaq. Başa düşmədiyi sualları isə yavaşlaraq baxa bilərsiniz uşaqlar. Keçək 7-ci suala. ABCDF düzgün 5 bucaqlı. Düzgün 5 bucaqlıdırsa biz bunun bütün tərəflərini tapa bilərəm. Bax bu formadadır. A, B, C, D və Y. Bucaq CBD-ni soruşur. Bu CBD-ni. Bax bura alfadır. Düzgündürsə bütün tərəflər bərabərdir. Və bizdə BCD yaranmış burada 3 bucaqlı bərabər yanlı olacaq. Alfa və alfa. Biz əvvəl düzgün 5 bucaqlının bir daxili bucağını tapacağıq. Bax bir daxili bucağını taparıq. Yəni
180 dərəcə n-2 düsturuna əsasən 1-in tapsaq onun sayına bölərik. Yəni sayı da 5-dir. 180 vurulsun 5-dən 2 çıxanda 3 bölü 5-ə. Deməli, indi bunu hesablayacaq. 180-i 5-ə böləndə qalacaq 36. 3-ə də vuranda 108. Yəni, bucaq S-ni 108 dərəcə tapdıq. Deməli, 3 bucaqdır. Burada SBD-ni soruşur. Yəni, SBD ilə SDB yəni bərabər bucaqlardır. Yəni, 3 bucağın bərabər yanlı olanda oturacağı bir şey bucaqları bərabər olur. Yəni, 180-dən biz 108-i çıxacaq, qalacaq 72. Həmin 72 alfalara böləcək. Yəni, 2 alfa bərabərdir 72 dərəcə olanda alfamız da bərabərdir 36 dərəcəyə və doğru cavab D variantı olacaq. Növbəti sual keçid edirik 8-ci suala. 8-ci sual. Diaqonallara hasili 24 kvadrat santimetr olan rombun sahəsini tapın. Rombun sahəsi S-romb diaqonalları hasilinin yarısıdır. Bizə ki, diaqonal hasilinin 24 olduğunu veribsə, 2-yə də bölüb sahəni 12 olaraq tapacağıq. D variantı doğru cavab. Sonra 9-cu sual. Bərabərsizlik sistemini həll edin. 9. 3x kiçikdir x plus 6 verib. 2 minus x kiçikdir 2x minus 1 verib. İndi hər birini ayrı-ayrılıq həll edəcək. 3x sıx x kiçikdir 6. 2x kiçikdir 6-dan, x da kiçikdir nədən? 3-dən. Bu birincini həll elədik. Bu birincini həll elədik. İndi növbəsini həll edək. Mənfi x çıxılsın 2x bərabər mənfi 1 çıxılsın 2. Mənfi 3x kiçikdir mənfi 3-dən. Hər tərəf mənfi 3-ə bölsə işarə dəyişəcək. X böyüdür nədən? 1-dən. Deməli, nə iş görəcək burada? X 3-dən böyüdür. 1 və 3-ü qeyd eləyirik. 3-dən böyüklər, yox, 3-dən kiçiklər, 1-dən də böyüklər. Baxın, kəsmə istiqaməti 1 və 3 aralığı olduğuna görə özə qeyri-ciddi bərabərlik qoyacaq bura, yəni mötərizə şəklində və olacaq bizim həllimiz olacaq 1 və 3. 10-cu sual, funksiya sualı, əla bir sualdır. Deməli, uşaqlar, 10-cu sual, burada hər zaman diqqətli olmalısınız. Bax, bizim funksiyamızı bax bu şəkildə veribdir. X və Y. Funksiyamızı bax bu şəkildə verib. Parabolamızı. Qollar aşağıdırsa, gəlin təyin edib sonra variantlara baxaq. Qolların aşağı yönəlməsinə görə A-mız 0-dan kiçikdir. Y-oxun kəsdiyi istiqamətdə, kəsdikdən sonra görsən azalıbdır. Ona görə də B-miz 0-dan kiçik olacaq. Y-oxunu yuxarıda kəsdiyinə görə S-miz olacaq böyük 0. İndi baxaq variantlara. A böyük 0 yanlışdır. B böyük 0 yanlışdır. S böyük 0 isə doğrudur. Bax, görürsünüz, elə C variantında saxlayırıq. Deməli, doğru cavab isə olacaq C variantı. İndi gəlin keçək 11-ci suala. Şagirdlərin universitetlərə qəbul olanların sayı illər üzrə verilmişdir. 2008-ci ildə qəbul olanlar digər illərdə qəbul olanların neçə faizdir? 2008-də olanların sayını böləcək, digər ildə olanların sayına vuracaq, 100-ə faizini çıxardacaq. Yəni 2008-də olanlar, baxın, burada görürük 30 nəfərdir. Digər illərdə, əgər ümumi soruşsaydı 2008-də olan 10 da üstünə gələcəkdir. Amma deyir, digər illərdə, yəni 2007-də olan 24 nəfərdir. 2006-cı ildə olan 20 nəfərdir. 2005-ci ildə isə 16 nəfərdir. Bunu 100-ə vurub çıxardacaq ifadəni. 30 bölünsün. 24 ilə 16 eləyər 40. Üzərinə 20 gələndə eləyər 60. Vurulsun 100. 30 ilə 62 qalar. 2 ilə 100 gələndə 50 qalar. Deməli, doğru cavabımız isə 50% və D variantı olacaq. 62-ci suala keçək. 62 yox, 12-ci suala. 12-ci suala. Venn diaqramını təsvir eləyək ki, işimiz daha da sürətli şəkildə olsun və birinə A deyək, birinə B deyək. Həm A-da 12 element var, həm də B-də 12 element var. Kəsməsi 4-dür. Kəsməsi 4-dürsə A-da da 12-dir, B-də də 12-dir. Yəni hər bir ayrılıqda yalnız A-ya 8 element var, yalnız B-də 8 element var.
Hər ikisi 12-dir. Və birləşməsini tapanda 8, 4 və 4. Toplayanda yox. 8, 8, 4. Bu da elədi birləşməsi nə qədər? 20 dənə element var. Sonra 13-cü suala baxırıq uşaqlar. 13-ə. Sxemə əsasən x-in mümkün qiymətləri cəmini tapın. Yəni, x böl 7 olanda bu düzgündür. X böl 4 olanda düzgün olmayandır. Bu düzgündür. Bu da düzgün olmayan. Yəni, düzgün olarsa x deməli, düzgün olanda 1-dən 1, 2, 3, 4, 5, 6 olar. Düzgün olmayan olanda isə bu 4-dən başlamalıdır. 4, 5, 6, 7 və s. Sonsuzluğa doğru gedir. Və x-in mümkün qiymətləri. X görürsünüz 4 alır, 5 alır və 6 alır. Bunlar toplayanda cəmimiz elədir 15 və C variantı doğru olar. Keçək eləyək 14-cü suala. Uyğun tərəfləri perpendikular olan eynalı bucaqlardan biri 40-sa digərini tapın. Əgər bucaqlar, hər zaman dərs əsasında dediyimiz kimi, eyni adlı olanda bərabər olur. Biri 40-dırsa digəri də 40-dır. Amma misalda desəydik ki, hər cür misal çıxa bilər qarşınıza. Müxtəlif adlı olsaydı, biri 40 olsaydı, o birisi 140 olacaq ki, cəmi 180 eləsin. Eynalı olduğuna görə isə bizdə deməli, biri 40-dırsa, digəri də 40-dır. Növbəti sual isə variantımız D variantıdır. 15-ci sual. 3 ədədi 50 ədədi neçə faizdir? Bir ədəd digər ədədin neçə faizi olduğunu tapmaq üçün birinci ədədi ikinci ədədə bölüb 100-ə vurmağımız kifayətdir. 100-dən 50 ixtisar edər 2 qalar, 2 3-ün ədədi 6 faiz. Və doğru cavabımız isə D variantı olar. Keçid eləyək 16-cı suala. 16. Saatçı 4 dəftər alana 1 dəftər hədiyyə edir. Saatçıdan hədiyyə edilmiş dəftərlərlə birlikdə 80 dəftər alan adam saatçıya neçə dəftərin pulunu verər? Yəni 4 dəftər alana 1 dəftər hədiyyə eləyir. Görək hələ 80 dəftər alan neçə dəftərin pulunu verəcək? Deməli bax 4 dənə dəftərdə 1 dənə dəftər hədiyyədir. Yəni 80-in içində neçə dənə 4 varsa, bax 80-in içində 20 dənə 4 var. 20 dənə 4 var. Yəni belə deyək də. Yəni burada 80-i böləcəyik, bax 80-i ümumiyyətlə 5 yerə böləcəyik. Olacaq 16. 16-nı vursaq 4-ə eləyər 64. Deməli, bu 64, yəni pulla alınan dəftərlərdir. Qalan 16-sı isə hədiyyədir. Hədiyyədir. Baxın, ikisi bir yerdə cəm elədi nə qədər? 80. Yəni 5 yerə böləcəyik, 16 qalacaq. 16-nı vuracaq 4-ə, 16-nı vuracaq 1-ə. 16-nın 4-ə 64, 1-ə vurduq 16. Yəni 64 dənə dəftərin pulunu versəm, mən 80 dənə dəftər almış olaram. Bizdə sualda verir ki, saatçıya neçə dəftərin pulunu verəcək? Doğru cavabı isə olacaq 64. Keçək 17-ci suala. 48 və 70 ədədlərinin ən kiçik ortaq bölünəni. Ən kiçik ortaq bölünən yəni nədir? 48-dən 72. F2 algoritmə yaza bilərsiniz. Vuruqlara ayırmaqla yaza bilərsiniz. Deməli, birinci üsul A üsulu məsəl üçün. 70 və 48-ə 24-ü çıxardıram mötərizənin xaricinə. Onlar əkyob 2 və 3. 2 və 3 qarşılığı sadə olduğuna görə qarşılığı sadənin əkyobu onların hasildir. 2 3-ün 6 eləyər. Və bu da eləyər 144. B variantı kimi, məsələn, 48 və 70-ni vuruqlara ayırarsınız. 2-yə 24, 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə 1, 2-yə 36, 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. Və burada nə edərsiniz? Hər hansı birini götürsə, böyüyünü götürmək daha rahat olar. 70-i. Bax, 2 var. Bu digər 2 də var. 2 yenə var. 3 var, amma 2 yoxdur. Əlavə çatmayana vurmaq lazımdır. Bu da eləyəcək. Doğru cavab yenə də 144 eləyəcək. Növbəti 18-ci sual. 18-ci sual. 0 tam dövrdə A, 0 tam dövrdə B, 0 tam dövrdə C. Deməli, 12-də 7 eləyir. ABC-nin cəmini soruşur. Bu da 9-da A, 9-da B,
9 da C deməkdir. 12 də 7. Məxrəcləri bərabər olduğuna görə surət qalır yerində surətləri ayrı-ayrı toplayırıq. 12 də 7. Deməli, mən A üstəgəl B üstəgəl C-ni tapmaq üçün 9 vurmalıyam 7-yə, 12-yə bölməliyəm. Çarpaz olaraq. 9 ilə 12 3-ə gedəndə burada 4, burada isə 3 qalır. 3 7-nin 21-i bölürəm 4-ə. 5 tam %25. Bu açıq sualdır. Kodlaşdıranda bunu onluq kəsr şəklində ifadə edib yazmalısınız. Doğru cavab eləyəcək 5 tam %25. Keçək 19-cu suala. 18% 36 olan A faizi B olan ədədi tapmaq üçün ədədi 100-ə vurub faiz göstərən ədədə bölmək lazımdır. Qaydamız belədir ki, biz də 36-nı 100-ə vurub 18-ə bölərik. 36-nın 18-ə 2 qalır. 2-ni 100-ə vuranda isə eləyər 200 və doğru cavabımız eləyər 200. Hesablamalarda diqqətli olun. Bax, 20-ci sual. Deməli, bu 20-ci sualda bu 80 dərəcədə bucağa 3-cü digər paralel düz xəttlərə əldə bir də paralel çəkəndə 20-sə burada 20-dir, x-də burada x çarpaz bucaqlar. Yəni 20 ilə x-i toplasam 80-ə bərabər olmalıdır. 80-dən də 20-ni çıxsam 60-a bərabər olur. Və əlavə də olaraq tutalım ki, bu A üsulu, B üsulu. Bir tərəfə baxanlarla digər tərəfə baxanlar ümumi cəmi yenə də bərabər. Yenə eyni qaydadır. Həmin ilə üsuldan çıxan qaydadır. X də bərabər 60 dərəcə olar və doğru cavab 60 dərəcə olar. 21-ci suala baxaq. Radiusu 18 sm olan çevrənin ən böyük vətərin uzunluğu tapın. 21. Dəyər şahidlər, biz demişik ki, ən böyük vətər diametrdir. Ən böyük vətər diametrdir. Radiusu 18 olsa, ən böyük vətərin uzunluğu deyəndə çaşmayasınız. Ən böyük vətər bərabərlə diametri. Radiusu 18 isə diametrdə 2 dənə radius var. Yəni 2-ni 18-ə vurub tapacağıq ki, 36 və doğru cavabımız olacaq 36. Növbəti sualları ilə yerimiz var burada yazmağa. Gəlin burada yazaq uşaqlar. Deməli, sadələşdirin. 3-cü dərəcədən surətlədir. 3-cü dərəcədən surətlədir. Bax, 3-cü dərəcədən kök altında A üstü 4, A üstü 2, A üstündə 6, B üstü 2, B üstündə 4, B üstündə 6. Məxrəzdə isə 5-ci dərəcədən isə bir kökün altına vura bilərik. A üstü 3, A üstü 2, A üstündə 5, B üstündə 2, B üstündə 3, B üstündə elədi nə? 5. Deməli, ixtisar olunsa bunlar 2, 2. Yəni A kvadrat, B kvadrat surətdə qalar. Məxrəci hamısı ixtisar keçsə A, B qalar. Yəni, bölmədə qüvvət əsasdan eyni olanda qüvvətlər çıxılır. A ilə A-nın kvadratını, B ilə B-nin kvadratını ixtisar aparsaq, bir dənə ifadəmiz olar AB. Yəni, cavab olacaq AB. 23-cü suala baxaq. Sahəsi 750 olan düzbucağı şəklində torpaq sahəsinin ətrafına 110 metrə bərabər hasar çəkilmişdir. Torpaq sahəsinin ölçülərini tapın. Yəni, düzbucaqlı deyirsə, tərəfinin biri A-dır, biri B-dir. Deməli, biz A-nı B-yə vursaq 750 alarıq. A ilə B-ni toplasaq perimetrinə görə, yəni perimetri 2 vurulsun A plus B bərabər 110 olsa, A ilə B-nin cəmi olacaq 55. Olacaq 55. Vuranda 750, toplayanda 55. Ölçülərini tapın. Bu ölçülər hansılardır? Olacaq. İndi hesablasaq bunları. Və A-nı tapıb yerinə qoyub sadə hesablayaq. İndi rəqəmləri özünüz də tapa bilərsiniz. Amma ətraflı sualdırsa, gəlib bunu hesablayaq. Məsələn, A-nı tapsaq burada olacaq 55 minus B. Aparıb yuxarıda yerinə qoya bilərik. Olacaq 55-i B-yə vuranda 55B. B-ni B-yə vuranda B kvadrat bərabər 750. B kvadrat çıxılsın 55B işarəni dəyişək. Plus 750 bərabər nədir? 0. Buradan siz alacaqsınız ki, kvadrat tənlik. Kvadrat tənlik yenə cəmi 55, hasili isə 750 olan. Artı burada cəmi 55, hasili 750 olan hansı ədədlərimiz var ki burada? Baxırıq ki, buradakı ədədlərimiz B1 bərabər, biri 30-dur, B2 bərabərdir, o birisi də 25-dir. Yəni, ölçülərinin biri
30 imiş. Yəni A-sı bərabərdir 30-dur. B-si bərabər 25-dir. Yerinə də qoyanda eyni ifadəni tapırıq. Sonra 24-cü suala baxırıq. O mərkəz çevrənin mərkəzidir. AO partası 6-dır. OC 8-dir. Deməli A-dan C-yə qədər olan məsafə isə Pifaqor teoreminə görə 10-dur. Yəni BC-ni soruşur bizdə. BC-ni soruşur. Bura qoyaq, X qoyaq. Amma 6-nın kvadratı üstəgəl 8-in kvadratı bərabər 10-un kvadratını verir Pifaqor teoreminə. Yəni BC-ni tapmağımızı soruşur. Yenə tapaq da BC-ni. Deməli biz nə iş görəcəyik burada? Əgər BC bir müəyyən bir x-dırsa, AB isə 10 çıxılsın x-a bərabərdir. Yəni burada toxunan və kəsələn xassələr ki var, onları bilirik. Yəni bizdə burada bax, bura 6-dır onsuz da, bura 2-dir. Bunu uzatsaq belə, burada 6-dır. Yəni baxın, burada B-dən bura qədər, yəni BC x vurulsun C-dən A-ya, yəni 10-dur, bərabərdir. Bax, bu kiçik hissə 2-dir. Böyük hissə buradır. Bax, bunu mütləq tanımlamalısınız. Deməli, böyük hissə isə 12, o da 14 də bərabərdir. 14. 10x bərabərdir 28 olanda, x də bərabərdir 2,8. Artıq o x-imiz 2,8-ə bərabərdir. Növbəti 25-ci sual. Torbada 2 yaşıl və 3 qara kürə var. Torbada qaytarılmadan ardıcıl 2 kürə çıxarılır. Bu kürələr hər ikisinin qara olması hadisəsinin ehtimalını tapın. Deməli, birinci halda 5 dənə kürəcikdən 3'ü qara çıxa bilər. Digər halda isə torbaya qaytarılmadan məsələsi var. Qalır 4 dənə kürəcik. Orada isə o 3 dənə çıxartdım, bunun içində 2 dənə qara var onsuz da. Bir də birini götürmüsən, qalıb 4 dənə qaytarılmadan elə bir çıxartdın kürəcik, qoydun kənara. 4 dənə kürəcik qaldı. Oradan da təzədən götürəm, ikisi olar qara. Çünki birini qoymusan kənara. Və vurma prinsipinə əsasən 5 4 elədi 20, 3-ün 6. İxtisar eləsək bunları 10-da 6. Yəni bu ehtimal 0,6-ya bərabərdir.